Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri sizlərə içi doldurulmuş gavalı turşunun öz üsulumla hazırlama qaydasını göstərirəm. Turşular üçün gavalı mütləqdir, bərk olsun. Videoda gördüyünüz kimi bu cür bərk gavalıdan istifadə edirik. İlk olaraq gavaların saplağını təmizləyib yumuşam. Gavalının orta hissəsini bıçaqla kəsirik, tumlarını çıxardırıq. Fikir olsun deyə əzlərim, qeyd edim sizə. Mən kartof soyan alətdən istifadə eləyib gavalının tumlarını çıxardıram. Gavalı bərk olduğu üçün tumu biraz çıxartmaq çətindir. Yəni çox məsləhətlidir ki, kartof soyan alətdən istifadə eləyəsiniz. Videonun alt bölümündə, açıqlamada resepti yazacağam. Siz oradan istifadə eləyərsiniz. Keçən içliyin hazırlanmağına. İçlik üçün bizə lazımdır sarımsaq, kök, biber, acı, istiot, cəfəri və kərəviz. Sarımsaq və kökün qabığını təmizləmişəm. Əzlərim, istəsəniz tərəvəzləri xırda-xırda da doğraya bilərsiniz. İstəməsəniz doğrayıcı blenderdən də istifadə edə bilərsiniz. Bu günləri mən bütün tərəvəzləri doğrayıcı blenderdə doğrayıb, yığdım qaba, üzərinə də duz əlavə eləyib qarışdırıram. Sonra alınan bu içiliyi bir-bir gavalların içərisinə doldururam. Bugün mən 1 kiloluk bankadan istifadə elədim. Quru, steril olmuş bankalara gavalları sıra ilə yerləşdiririk. Arasına mən 1 dilim limon əlavə elədim. Limon turşulara çox gözəl dad verir. Üzərinə 1 dolu yemək qaşığı turşular üçün istifadə etdiyimiz yodsuz duz, yarım çay qaşığı şəkər tozu, 3 yemək qaşığı üzüm sirkəsi əlavə eləyirik. Videoda görürsünüz, qapaqları da 1-2 dəqiqə qaynatdım. Bankanın üstünü tam örtənə qədər qaynaya-qaynaya suyu töküb qapağını bərk bağlayırıq. Bankaların üstünü örtürük, bir gün bu cür saxlayırıq. Soyuduqdan sonra qış tədarükləri saxladığımız yerdə saxlayırıq. Öz haqqınızı halal eləyin, hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh yazmağı unutmayın. Allaha əmanət olun.